Salam, deməli səhifə 35-ə baxırıq və burada deyir ki, səhifə 34-ü bundan əvvəlki videoda paylaşmışam, ora baxa bilərsiniz. Deyir ki, nömrələnmiş cümlələrə baxın, yəni buradakı mətndən və aşağıdakı deyir A-dan və yaxud da B-dən birini seçin. Deyir ki, yəni past perfect progressive, yəni keçmiş, bitmiş, davam edici zaman hansı hərəkəti keçmişdəki hansı hərəkəti təsvir etmək üçün istifadə olunub. Started and continued up to another action or time in the past. Deyir ki, keçmişdəki hər hansı bir hərəkət və yaxud da vaxta kimi başlamış bir hərəkəti, başlayıb və davam edən bir hərəkəti, yoxsa finished before another action or time in the past, keçmişdəki hər hansı bir hərəkət və yaxud da vaxtdan daha öncə bitmiş bir hərəkət. Əslində uşaqlar, keçmiş, bitmiş, davam edici zaman, heç o mətndəki cümlələrə baxmasaq belə bilirik ki, keçmişdə baş verib, keçmişdəki müəyyən vaxta kimi davam edən hərəkəti ifadə eləyir. Baxaraq vaxtımızı itirməyək. İndi isə deyir ki, 4-cü çalışmada, yəni A variantını seçirəm burada. Deyir ki, keçmiş, bitmiş, davam edici zamanın formalarından istifadə eləyərək mötərizələri açın və fe'lləri qoyun yerinə. İlk öncə isə deyir ki, səhifə 142-dəki qrammatika qaydaları ilə tanış olun. Gəlin gedək bir yerdə baxaq. Past perfect progressive. Uşaqlar, past perfect progressive'in quruluşu had, keçmişdəki bitmiş, yəni bitmişi göstərmək üçün had və üstəgəl been, üstəgəl fe'l, üstəgəl ing. Fe'lin sonunda ing şəkilçisi olmalıdır. Bundan həm də nə deyirik? Present participle və yaxud da participle one. İndiki fe'li sifət və yaxud da fe'li sifət 1. Və burada bizə quruluşunu veriblər, mən sizə dedim. Və ondan sonra bütün zaman formalarında olduğu kimi keçmiş, bitmiş, davam edici zamanda da müsbət, negativ cümlə kimi və sual cümləsi kimi onun formalarını veriblər. Bildiyimiz kimi elə mübtədadan sonra xəbərimiz bu cür olacaq. Amma inkarın düzəltməkdən ötürü not inkar ədatını biz hara qoyacağıq? Köməkçi fe'limiz olan həddən sonraya. Qısa versiyada isə hadn't. Uzun versiyada had not, qısa versiyada hadn't. Sualda isə həmin bu köməkçi fe'limiz cümlənin önünə yox, mübtədanın önünə keçir. Okay? Çünki xüsusi sual cümləsində bizim cümlənin başında sual sözləri də ola bilər. Ona görə də həmişə deyirik ki, mübtədanın önünə keçir. Jamal looked very tired as he had been jogging for an hour. Jamal deyir ki, artıq 1 saat idi ki, qaçdığına görə çox yorğun görsənirdi. Uşaqlar, keçmiş, bitmiş, davam edici zaman həm hərəkətin keçmişdə baş verib müəyyən müddət ərzində müəyyən verilmiş zaman kəsiyinə görə və yaxud da başqa bir hərəkətlə, məsələn, burada looked very tired, görürsünüz, hər hansı bir zaman verməyib, amma başqa bir hərəkət verib ki, o necə görsənirdi və çünki yorğun görsənirdi, çünki 1 saat qaçır. Yəni, hərəkətin bariz elə bir ki, izimi desəm, nəticəsi mi desəm, o çox bariz görsənəndə, onda biz keçmiş, bitmiş, davam edici zamandan istifadə eləyirik.
Bundan da başqa sizə nə verə bilər ki, siz keçmiş bitmiş hardan biləsiniz ki, burada davam edici zaman istifadə edəsiniz? For və since. Bunları görsəz, bilin ki, siz, yəni müddəti göstərməkdən ötürü 1 saat idi ki, qaçırdı müddəti göstər. Biz burada keçmiş heç vaxt bitmiş zaman təkcə özünə istifadə edə bilmərik. Əgər hərəkət davamıcı zamana düşə bilirsə, yəni əgər feilimiz davamıcı zamana düşə bilirsə, mütləq for və since görürüksə, biz orada davamıcı zamandan istifadə edirik. Yox, əgər feilimiz davamıcı zamana düşməyən feillərdəndirsə, məsələn, stative feillərdirsə, yəni ki, hərəkəti ifadə eləməyən feillərdirsə, o zaman biz onu for və since olmağına baxmayaraq keçmiş, bitmiş zamanda verəcəyik. Məsələn, I had known him, məsələn, know feili var, know, tanımaq. Davamıcı zamana düşməyən feillərdir. Hissi hərəkət bildirən feillər, sevmək, nifrət etmək, xoşlamaq və s. Bu feillər də davamıcı zamana düşməyən feillərdir və bu tipli feilləri görsək biz for və since olsa belə onları davamıcı zamanda verməyəcəyik. Amma bu feillərdən qalan digər feillər hansı ki hərəkət ifadə eləyir və davamıcı zamanda istifadə oluna bilən feillərdir. O zaman for və since görsək mütləq istisnasız bitmiş davamıcı zamandan istifadə eləyəcəyik. Okay? Bu həm də indiki bitmiş davamıcıya, təkcə keçmiş bitmiş davamıcıya aid olmur. Bu qayda eyni ilə indiki bitmiş davam edici zamana, eləcə də gələcək bitmiş davam edici zamana da aiddir. Cümləni oxuyub sizin üçün tərcümə edeyim. They hadn't been talking to each other for the whole day when he started to ask her strange question about the day. Deyir ki, onlar bütün gün ərzində bir-birləri ilə söhbət eləmirdilər, danışmırdılar. Qəfildən o başladı, oğlan başlayıb qızdan günü haqqında qəribə suallar soruşmağa. İndi isə sual formasında How long had you been waiting there when they finally found you? Deyir ki, onlar səni tapanda, sən orada nə qədər müddət idi gözləyirdin? Və burada usage istifadəsi to describe a past action already started and continued up to another action or time in the past. Deyir ki, keçmişdə artıq başlanmış bir hərəkətin keçmişdəki müəyyən zamana və yaxud da hərəkətə qədər davam etdiyini təsvir etmək üçün istifadə olunur. Bayaq dediyimiz I've been waiting to realize my dream for 5 years when I finally had the right opportunity. Deyir ki, mən düzgün imkan yetişən kimi, nəhayət düzgün imkan yetişən kimi 5 il idi ki, burada for var da, 5 il idi ki, gözləyirdim öz xəyalımı reallaşdırım. For varsa nə etməliyik? Wait davamıcı zamana düşən feildir və biz mütləq davamıcı zamandan, bitmiş davamıcı zamandan istifadə edəcəyik. Və digərinə vaxt istifadə olunur to describe the cause of something in the past or to emphasize the duration of the past action. Deyir ki, keçmişdəki nəyinsə səbəbini təsvir etmək üçün və yaxud da keçmiş hərəkətin müddətini vurğulamaqdan ötürü istifadə olunur. Bayaq dediyimiz, yəni hərəkətin nəticəsi bariz şəkildə hərəkət ola bilər, davam etməyə də bilər. Amma nəticəsi o qədər barizdir ki, yəni artıq orada biz mütləq bitmiş tamamlayıcı zamandan istifadə edirik. Məsələn, deyirik ki,
Bütün günü yağış yağdığına görə torpaq istaq idi. As it had been raining the whole day, the land ground was wet. Okay. Yəni bariz şəkildə nəticə göz qabağında olur. Elə bil adamın gözünə girir də bu nəticə ki, yəni belə bir hərəkət baş vermişdi. Bütün günü yağış yağmışdı. Nə bilim oğlan bütün günü qaçmışdı və nəticə olaraq biz nə görürük? Oğlan çox yorğun görsənir, torpaq çox yaşlı və s. Ona görə də keçmiş, bitmiş davamıcı zamandan istifadə edirik. He was very tired because he had been working all day long. Deyir ki, o bütün gün ərzində işlədiyinə görə çox yorğun idi. Görürsünüz uşaqlar, heç mən buradakı misalı oxumadan özüm belə bir misal dedim. The ground was wet, torpaq yaş idi. It had been raining all night. Bütün gecəni yağış yağmışdı. Məndən oğurladılar, görürsünüz. Okay. Və signal words, yəni işarə edən sözlər hansı ki, yəni bizə göstərir ki, bu sözlər olarkən biz keçmiş, bitmiş, davamıcı zamandan istifadə edəcəyik. I'd been planning to visit Tibet for 3 years when I won the lottery. Deyir ki, Tibetə 3 il idi ki, səyahət etməyi planlaşdırırdım və loteriyanı udanda artıq 3 il idi ki, Tibetə səyahət planlaşdırırdım. She'd been taking photos in the museum secretly before the guide noticed her. Deyir ki, o bələdçi onu müşahidə etmədən öncə o artıq muzeydə məxfi şəkildə, gizli şəkildə şəkillər çəkirmiş. They felt very tired as they had been hiking since morning. Onlar səhərdən bəri hikinglə məşğul olduqlarına görə çox özlərini yorğun hiss edirdilər. Və qeyd verib, verbs such as be, cost, know, love, like, hate, have, for possession, own can't be used with past perfect progressive because they are stative verbs rather than action verbs. Bayaq dediyim uşaqlar, yəni deyir ki, fe'llər be, yəni olmaq, cost qiyməti olmaq, nəyinsə qiyməti deyirik ki, bu evin qiyməti budur, alman qiyməti budur və s. Know, tanımaq, bilmək, love, sevmək, like, xoşlamaq, hate, nifrət etmək, have, for possession, nəyəsə malik olduğunu göstərmək üçün var mənasında, have, own, ona da sahib olmaq mənasında. Yəni bu fe'llər deyir davamıcı zamana düşmür. Çünki bu fe'llər hərəkət fe'lləri deyil, state verbs, hal vəziyyət bildirən fe'llərdir. Ona görə də onlar davamıcı zamana düşmürlər. Baxmayaraq ki, orada for və since biz görsək belə. When we decided to travel together, we had known each other for just 2 months. Deyir ki, biz bir yerdə səyahət etməyə qərar verəndə artıq bir-birimizi sadəcə 2 ay idi ki, tanıyırdıq. Yəni burada da deyir ki, not, yəni ki, olmaz, knowing, davamıcı zamana düşmək olmaz. Çünki hərəkət fe'li deyil, hal vəziyyət bildirən fe'ldir. İndi isə sual verir ki, indiki bitmiş yoxsa keçmiş bitmiş yoxsa keçmiş bitmiş davamıcı? Without a phrase like for an hour or since 2005, it's possible to use past progressive instead of past perfect progressive. But this can change the meaning of the sentence. Deyir ki, for an hour, yəni müddəti göstərən ifadələr. 1 saat idi ki, since 2005, 2005-dən bəridir ki, yəni bu tipli ifadələr olmadan belə, o olmadıqda deyir keçmiş, davam edici zamanı istifadə eləyə bilərik bitmiş davam edici zamanın əvəzinə, amma deyir bu mənanı bir balaca dəyişdirəcək. Yəni uşaqlar, bir var məsələn, gəlin elə özlərinin misallarına baxaq. Kevin was tired because he was working hard. Kevin yorğun idi çünki o çox işləyirdi. Baxın, buradakı məna nəyi bildirir?
Kevin həmin anda da işləyirdi. This sentence shows that Kevin was tired because he was working at the moment. Yəni bu cümlə göstərir ki, Kevin yorğun idi, çünki o həmin zaman ərzində də işləyirdi. Kevin was tired because he had been working hard. Kevin yorğun idi, çünki o çox işləmişdi. Uşaqlar, ola bilər ki, həmin momentdə Kevin işləməsin, işləmiş olmasın. Amma onun bariz nəticəsi o idi ki, o çox yorğun idi. Okay? Və bu cümlə göstərir ki, Kevinin yorğunluğu onun çox işləməsinin nəticəsidir. Ola bilsin ki, deyir, o işləməyə davam edirdi, amma cümlə onu göstərir ki, zaman onu göstərir ki, he had just stopped, yəni ki, o elə indicənə işini bitirib dayandırıb. Yəni, ümid edirəm aradakı fərqi anladınız. Yəni, keçmiş davam edici zaman, keçmişdəki hələ də davam eləyən hərəkəti bildirir. Amma keçmiş bitmiş davam edici zaman hər zaman hərəkətin həmin müddət ərzində davam elədiyini bildirir. Bəzən nəticəni də, hər hansı bir hərəkətin nəticəsini də elə bil bariz şəkildə üzdə olduğuna görə o göstərməkdən ötürü biz keçmiş bitmiş davam edici zamandan istifadə eləyirik. Qayıdırıq çalışmalarımıza. Səhifəsi neçə idi? Okay. Belə. I had been planning to travel to Canada for 3 years when I was offered a job there. Deyir ki, Kanadaya iş təklifi alanda artıq mən 3 il idi ki, Kanadaya səyahət etməyi planlaşdırırdım. The roads were closed as it asandır uşaqlar. Quruluşu bilirik, düzdür. Had been snowing all day long. Deyir ki, yollar bağlanmışdı, çünki bütün gün ərzində qar yağmışdı. How long? Sualda necə dedik? Had qabağa keçəcək. Had you been waiting on the mountain when rescuers arrived? Xilasedicilər deyir, gəlib çatana kimi sən dağda nə qədər müddət idi gözləyirdin? They hadn't, qısa versiyada, been sleeping for 25 hours since they arrived in Svalbard. Onlar Svalbarddan gəlib çatandan bəri 25 saat idi ki, yatmırdılar. Ella was completely exhausted as she had been traveling continuously for 3 days. Ella deyir, tamamilə yorulub əldən düşmüşdü. Çünki niyə? O 3 gün idi ki, davamlı olaraq səyahət edirdi. Had been traveling. Lığını 2 dənə yazırıq. She had been trying to realize the first dream on her bucket list for more than 2 years before she finally found the right opportunity. Had been trying. Deyir ki, o düzgün imkan əlinə düşən kimi, tapan kimi, tapmamışdan öncə 2 il idi ki, özünün bu ölüm siyahısındakı ilk arzusunu reallaşdırmağa çalışırdı. 2 il idi. Aşağıdakı deyir cümlələri isə since, before, for və when-lə tamamlayın. Since bəri deməkdir, before əvvəl deməkdir, for müddəti göstərir, hərəkətin davam etmə və when nəyi göstərir? Anda, əndə kimi tərcümə olunur Azərbaycan dilinə. I had been planning to travel to... Marta had been trying all sorts of different extreme activities. Before olacaq burada. She broke her leg.
Deyir ki, Marta ayağını sındırmamışdan qabaq bütün növ müxtəlif ekstrem aktiviteləri yoxlayırdı. We've been waiting for our flight since morning. Burada since, burada da when olacaq uşaqlar. When they announced it was delayed for 2 more hours. Deyir ki, biz səhərdən bəri özümüzün uçuşunu gözləyirdik. Onlar deyir, xəbər verdilər ki, deməli, elan verdilər ki, uçuş daha əlavə 2 saat ərzində gecikəcək. I had been working as a travel guide. Burada müddəti göstərir. For 7 years when I finally decided to change my profession. Deyir ki, mən deyir 7 il idi ki, səyahət bələdçisi kimi işləyirdim və nəhayət qərara gəldim ki, öz sənətimi dəyişim. I've been watching all travel videos before I decided. Burada before da uyğun gələr. To create my own when I decided. Burada when-i yazıram. Çünki ola bilsin ki, hələ də izləyir. Deyir ki, öz şəxsi vlogumu hazırlamağa qərar verəndə mən deyir, bütün səyahət videolarına baxırdım və yaxud da elə həmin ərəfədə də baxırmış. I've been surfing for 40 minutes when they announced a storm. Deyir ki, onlar fırtınanı deyəndə, elan edəndə, deyir, mən 40 dəqiqə idi ki, surfing edirdim. 6-da isə deyir ki, cümlələri öz sözlərinizlə tamamlayın. I needed a good rest as mən yaxşı bir istirahətə ehtiyacım var idi. Çünki I had been working. I had been working hard. Mən çox çalışırdım. I for a long time when I elə hamısı I'dı. I məsələn neynirdim? Uzun müddət idi ki, məsələn belə deyə bilərik. Mən uzun müddət idi ki, yatırdım, qəfildən telefon çaldı. I had been sleeping for a long time when the phone rang. Telefon çalanda uzun müddət idi ki, yatırdım. Before I decided to mən neynirdim qərar verməmişdən əvvəl. Yenə də had been I had been mən qaçırdım. I had been running və yaxud da jogging for an hour. 1 saat idi qaçırdım və qərara gəldim ki, I decided to stop and rest. But I still couldn't. Burada da I had been planning. Burada since I had been planning to travel to France since I was planning to travel to France since I was məsələn 18, but I still couldn't realize my dream. 18 yaşımdan bəridir ki, mən Fransaya deməli səyahət etməyi planlaşdırdım, amma hələ də deyir, bu arzumu yerinə yetirə bilməmişdim. Situasiyanı oxuyun, then answer the questions and make up a story.
Deyir ki, situasiyanı oxuyun, suallara cavab verin və hekayə düzəldin. Imagine you have realized one of your dreams on your bucket list. Deyir, təsəvvür elə ki, xəyal eləyin ki, sən deyir, bu ölüm siyahındakı arzularından birini reallaşdırırsan. It was an extreme activity in an interesting place və bu deyir ki, maraqlı bir yerdə ekstrem bir, yəni kəskin, belə qeyri-adi bir fəaliyyət olur. How long had you been waiting before you realized your dream? Nə qədər müddət idi ki, sən gözləyirdin bu arzunu reallaşdırmadan öncə? What had you been doing before you decided to do this activity? Və bu fəaliyyəti etməmişdən öncə sən nə işlə məşğul olurdun? What did you do on the day of the activity? Və bu activity eləyən günü sən nə etdin? Did you like the experience? Və sən bu experience-ı sevdin, yəni bunu həyata keçirdin, bu təcrübəni sevdinmi? Why or why not? Niyə hə, niyə yox? Və indi gəldik uşaqlar grammar B-yə. Sualları yoldaşınızla müzakirə edin. What makes an activity memorable? Hər hansı bir fəaliyyəti yadda qalan nə edir? Memories makes a man. Xatirələr insanı elə bir ki, yaradır da. İnsan nə yaşayırsa, yəni onu deyir, yaradır. What do you think this means? Səncə bu nə deməkdir? Which memories would you like to relive? Yəni deyir, hansı xatirələri sən yenidən yaşamaq istəyərdin? Sonra deyir ki, mətni oxuyun və cümlələrin doğru və yaxud da yanlış olduğuna qərar verin. There were 7 of us. Bizdən 7 nəfər idi. My friends were new in scuba diving, but me and Mike had gained some experience at the Great Barrier Reef back in 2016. Dostlarım scuba divingdə, uşaqlar scuba diving və bu şəkildə göstərib, yəni Azərbaycan dilində bunun belə hərfi tərcüməsi yoxdur. Elə scuba diving idman növüdür, necə futbol deyirik, həmin onun kimi. Yəni scuba kimi, yəni yerə, dənizə dalmaqda, uzun sözün qısası görürsünüz, okeana, dənizə. Deyir ki, scuba divingdə mənim dostlarım yeni idilər, amma mən və Mike 2016-cı ildə böyük Səd rifində bir balaca biraz təcrübə qazanmışdıq. Before diving, we had been instructed to swim closer to each other. Dalğıc etməmişdən, yəni suya dalmadan öncə bizə təlimat verdilər ki, bir-birimizə yaxın şəkildə üzək. 2 instructors were also with us. Və 2 dənə təlimçi də, təlimatçı da bizlə idi. I was swimming a little ahead of my friends və mən deyir, dostlarımdan bir balaca öndə üzürdüm. When I turned back, I saw that Mike wasn't around. Və deyir, arxama çevriləndə gördüm ki, Mike orada deyil. I panicked and looked around. Mən panikaya düşdüm və ətrafa baxdım. I couldn't see him. Onu görə bilmirdim. Suddenly, I saw a rock. Deyir, qəfildən mən bir qaya daşı gördüm. With the hope that he had been having some rest around the rock, I started swimming towards the rock. Ümid eləyirdim ki, bəlkə o qayanın ətrafında bir balaca dincəlir, istirahət eləyir və ona görə də deyir, başladım nə etməyə? Qayaya tərəf üzməyə. When I reached there, I was amazed by the beauty of marine life. Oraya çatanda dəniz həyatının gözəlliyindən heyrətə gəldim. Hundreds of transparent glass fish were swimming around Mike. Deyir ki, yüzlərlə transparent, yəni ki, uşaqlar şüşə balıqları, bu balıqlar olur, iç salatı görsənən. Bax, onları deyir ki, həmin o şüşə balıqlar Mike'ın ətrafında üzürdülər. They were all turning around Mike with the same speed. Onlar hamısı deyir, eyni sürətlə Mike'ın ətrafında dönürdülər, fırlanırdılar. They had enveloped Mike in a way that he was hardly seen among them. Deyir, onlar Mike'ı elə bükmüşdülər ki, elə dövrəyə almışdılar ki, o güc bəli ilə onların arasında demək olar ki, görsənmirdi.
Luckily, I had taken a camera with me. Çox xoşbəxtlikdən deyir, özümlə kamera götürmüşdüm. I started recording a video of them və mən onların videosunu çəkməyə başladım. That was one of my favorite memories. Bu isə mənim deyir ən sevimli xatirələrimdən biridir. Digər mətin, last week, keçən həftə I visited Fethiye, Türkiye, together with Lily. Mən deyir, Lily ilə bir yerdə Türkiyənin Fethiye şəhərinə vizit elədik, ziyarət elədik. We had chosen this place on purpose. Biz bu yeri qəsdən seçmişdik. It was time for us to try tandem paragliding. Aha, bu vaxtı idi artıq bizim üçün ki, biz tandem paragliding, bu paraşütlə düşmək, yəni uçmaq, yəni bunu yoxlamaq artıq vaxtı gəlib çatmışdı deyir. Though we had been trying different extreme sports for almost 5 years, it was a completely new experience for us. Deyir, baxmayaraq ki, biz 5 il idi, artıq 5 il idi ki, demək olar ki, 5 il idi ki, müxtəlif ekstrem sportları yoxluyurduq, yəni cəhd eləyirdik. Bu bizim üçün tamamilə fərqli yeni bir təcrübə idi. It was a sunny Monday morning and we were getting ready to fly almost 2000 meter above the sea on Babadağ. Bu deyir, günəşli bir bazar ertəsi səhəri idi və Babadağın dənizdən 2000 metr yüksəklikdə olan Babadağın deməli get ready to fly almost. Babadağ üzərindən uçmağa hazırlaşırdıq. We were strapped in our little seat of the parachutes that had gone through careful safety checks. Biz özümüzün paraşütlardakı kiçik oturacaqlarımıza bağlanmışdılar belə kəndirlə və that had gone through, hansı ki deyir, çox diqqətli, ehtiyatlı şəkildə təhlükəsizlik yoxlamalarından keçmişdi, yəni həmin o kəndirləri. Lily was the first. Lily birinci idi. I saw her running towards the edge and paragliding away into the air. Deyir ki, mən onun kənara doğru qaçdığını gördüm və havaya uçduğunu gördüm də, yəni bu düşməsini. Then it was my turn. Daha sonra bu mənim növbənim idi. I found myself in the air just after my pilot had instructed me to run. Və pilotum məni təlimatlandıranda ki, qaçım, onda artıq mən özümü havada tapdım, havada gördüm. It was amazing. O çox möhtəşəm idi. While my pilot was doing some acrobatic movements, I was enjoying the beauty of the breathtaking landscape. Deyir ki, mənim pilotum akrobatik hərəkətlər edərkən mən də nəfəs kəsici mənzərənin gözəlliyindən zövq alırdım. The pilot had taken a selfie stick with him and an attached camera was filming all the process. Pilot özü ilə selfie stick götürmüşdü və selfie çubuğu götürmüşdü və attach kamerayı və ona yapışdırılmış bir kamera ki, bütün bu prosesi çəksin. When we landed, Lily had been waiting for me with a big smile on her face. Və biz yerə enəndə Lily üzündə böyük bir gülümsəmə ilə məni gözləyirdi. It was an unforgettable bucket list experience for both of us. Bu bizim hər ikimiz üçün unudulmaz. Bu bucket list bilirsiniz də, yəni ölüm siyahısı, ölməmişdən öncə etmək istədiklərimizin siyahısı. Yəni ölüm siyahısındakı təcrübələrindən biri idi. İndi isə cümlələri oxuyaq, doğru və yaxud da yanlış olduğunu deyək. Elias and Mike had done scuba diving before. Elias və Mike daha öncə scuba diving ilə məşğul olublar. Bəli, düzdür. Dostları yox, özləri məşğul olmuşdular. Mike and Elias were swimming together. Mike və Elias bir yerdə üzürdülər. Əvvəl sonra amma ayrıldılar.
Yəni Mike Elias dönəndə Mike'ı görmədi. İndi bura nə yazım? Buna false yazım çünki sonradan ayrılıblar. Elias recorded a video of all his friends with a glassfish. Elias deyir bütün dostlarının bu şüşə balıqlarla olan videosunu çəkdi. Xeyr, sadəcə Mike-la olanı çəkmişdi. Bura false. Mirana and Lily had never tried paragliding before. Mirana və Lily heç vaxt paraglidinglə məşğul olmayıblar. Düzdür, əvvəllər. Bəli, düzdür. True. Mirana and Lily jumped in the air at different times. Mirana və Lily havaya müxtəlif vaxtlarda tullandılar. Düzdür. Birinci Lily tullanmışdı. Lily had landed earlier than Mirana. Lily Mirana'dan öncə tullandı. Bu da düzdür. Çünki onu gözləyirdi. Deyir ki, altından xətt çəkilmiş formalardan hansı mətndə refers to something which happened before a point in the past. Deyir ki, keçmişdə hər hansı bir zamandan öncə baş verdiyini göstərir. Gəlin baxaq. Altından xətt çəkilmişlərə. İkincisi uşaqlar. İkincisi daha öncə bilirik ki, keçmiş bitmiş zaman keçmişdəki iki hərəkətdən öncəsini göstərir. Öncə baş vermişi təsvir edir. Sonra B'də describes an action already in progress when one or more events happen. Deyir ki, bir və ya bir neçə hadisə baş verərkən digər hərəkətin hələ də artıq davam etdiyini göstərir. Bu uşaqlar olacaq dördüncü hərəkət. Çünki paralel olmuş hərəkətlərdə də deyir ki, mən pilotum akrobatlar hərəkət eləyirdi. Paralel olaraq mən də zövq alırdım. Bu dördüncü hərəkətdir. Describes a past action already started and continued up to another action or time in the past. Bu bitmiş davam edici zamanıdır. Bunu bayaq danışdıq. Üçüncü hərəkətdir. Keçmiş hərəkəti göstərir, hansı ki, keçmişdə davam eləyib, keçmişdəki başqa bir hərəkət və yaxud da zamana kimi də davam eləyib. Deyə baxın, bu for almost 5 years, yəni bu onu göstərir. Üçüncü hərəkət refers to finished event in the past. Keçmişdə artıq bitmiş hadisəni göstərir. Keçmişdə olub bitmiş hərəkətlərdə indi ilə heç bir əlaqəsi yoxdur. Bu da birinci hərəkətimizdir. İndi isə narrative tenses, yəni bu narrative nədir? Azərbaycan dilinə tam getmir də bunların tərcüməsi. Narrativ yəni belə nəyisə nəql etmək, danışmaq. Yəni həmin o zamanlar və deyir ki, səhifə 143-dəki qaydanı oxu, ondan sonra bu çalışmaları eləyək. Okay, gedək. Narrative tenses are used to talk about past events and to tell stories. Deyir ki, mən bunun adını nəqli deyəcəm. İndi bilməm başqa kitablarda necə verirlər bunların adını. Yəni narrativ nəyisə nağıl kimi danışmaqda. Bu zaman formaları deyir keçmişdəki hadisələr haqqında danışmaq üçün və yaxud da hekayələri danışmaq üçün istifadə olunur. Narrative tenses are four tenses that we often use for talking about past events. Bu deyir zaman formaları 4 zaman formasındadır və biz keçmişdəki hadisələri danışmaq üçün istifadə edirik. Yəni uşaqlar keçmişin zamanlarının hamısı, yəni keçmişdə 4 zaman forması var. Bunların hamısının narrative tenses adlanır. Past simple keçmiş sadə zaman. Deyir ki, we use past simple to describe main events of the story in a chronological order. Deyir ki, keçmişdə biz bu zaman formasından istifadə edirik. Ona
Görək ki, keçmişdəki baş vermiş hadisələri xronoloji ardıcıllıqla təsvir etmək üçün hekayəni. Yəni uşaqlar, keçmişdə baş vermiş ardıcıl hərəkətlər keçmiş sadə zamanda olur. Məsələn, I visited mətndən nümunə, yəni ardıcıl olaraq sıralayırsansa, mən Fəthiyəyə getmişdim, günəşli gün idi, bizi belə paraşütlə uçduq və s. ardıcıl danışırsan və yaxud da deyirsən, dünən bazara getdim, özümə kofta aldım, nə bilim, gilas aldım, meyvə aldım və s. Yəni ardıcıl belə danışırsan, keçmiş sadə zamandan istifadə eləyirsən. Keçmiş davamlıcı zaman isə nə üçün istifadə olunur? To set the scene and to describe action or situations that were in progress, not finished at a certain point in the story. Artıq deyir səhnə yaratmaqdan ötürü və keçmişdəki hadisələri, situasiyaları, hansı ki keçmişdə müəyyən vaxt ərzində davam eləyirdi. Artıq onu təsəvvür eləyirsiniz. Mən seçim deyirəm ki, mən bazara getdim. Bazarda bir dənə qız gördüm. Qız, təsvir, orada səhnə qururam, təsvir edirəm. Qız, məsələn, alma alırdı, nə bilim, gilas alırdı, alma alarkən onu yeyib yoxlayırdı və s. Yəni, belə təsvir edirəm. Yəni, sadalayıb keçmirəm ki, hə, filan oldu, filan oldu, filan oldu, yox. Orada bir dənə kiçik bir səhnəcik kimi neysə təsvir edirəm. Və keçmiş bitmiş zaman deyir ki, to show that one action happened before the other, bir hərəkət digər hərəkətdən daha öncə baş verir. Yəni bayaq dediyim, keçmişdəki iki hərəkətdən birinci baş verən keçmiş bitmiş zamanda olur və bu adətən necə cümlələrdə olur uşaqlar? Adətən mürəkkəb cümlənin tərkib hissələrində olur. Yəni bir var ardıcıl olaraq sadalayırsan ki, sadə cümlələr şəklində. Bazara getdim, alma aldım, gilas aldım, nə bilim, belə elədim, sonra filan yerə getdim və s. Bir də var deyirsən ki, mən bazara gedəndə, bazara çatanda orada çoxlu insanlar artıq toplaşmışdı. Yəni bazarda artıq çoxlu insanlar var idi. Gəlmişdi. Bazara artıq çoxlu insanlar gəlmişdi. Bu insanlar nə vaxt gəliblər bazara? Mən artıq gedəndə gördüm ki, orada çoxlu insanlar var. Düzdür? Nə vaxt gəliblər? Məndən öncə gəliblər ki, mən onları gedəndə görürəm də. Düzdür? Yəni keçmişdəki iki hərəkətdən birinci baş verən keçmiş, bitmiş zamanda olur. Və keçmiş bitmiş davam edici zaman, yəni bizə ələ verən nədir? For və since-in olmağı. For və since varsa, biz keçmiş bitmiş davam edici zamanı qoyacağıq. Məsələn, elə bayaqki cümlə, bazara gedəndə bir var deyirəm ki, ora çoxlu adamlar toplaşmışdı, çoxlu adam gəlmişdi, bazarda çoxlu adamlar var idi. Bir də var deyirəm ki, mən bazara çatanda artıq orada 2 saat idi ki, çoxlu adamlar gəlməyə başlamışlar. Tutaq ki, mən 11-də çatmışam, bazar 9-da açılıb, artıq 2 saat idi ki, bazar açılandan bəri və yaxud da artıq ora. Neynirəm orada? Müddəti verirəm də, düzdür? Zaman göstərirəmsə, mən orada bitmiş davamı eyni hərəkətdir. Sadəcə olaraq birində bitmiş müddəti göstərirəmsə, zamanı göstərirəmsə, bitmiş davam edici zamanı qoyacağam. Əgər yox, vermirəmsə, bitmiş zamanı verəcəm. Yenə də situasiyanı uşaqlar gözünüzün qabağına gətirirsiniz. Mütləq zamanları başa düşmək üçün mütləq situasiyaları gözünüzün qabağına gətirin, təsvir edin, onda başa düşəcəksiniz. Dördüncüdə deyir ki, ikinci tapşırığı yenidən oxuyun və aşağıdakı nümunələri tapın. Bunu artıq biz öncəki tapşırıqda elədik, ehtiyac yoxdur uşaqlar. Baxdıq, quruluşu bilirik, ona görə də asan tapşırıqda ehtiyac yoxdur. Və sonra 5-cidə deyir ki, cümlələrin başlanğıcını oxuyun və düzgün cavabı seçin onları tamamlamaq üçün.
Gəlin eləyək. I was feeling tired because I had been flying all night. Aha. Mən özümü yorğun hiss eləyirdim çünki bütün gecəni uçmuşdum. A variantı. İkincidə. When I was about to jump. Aha. Mən deyir tullanmağa hazırlaşanda tullanacaqdım ki, tullanan momentdə həmin momentdə düzdür. My heart was beating faster and faster. Ürəyim deyir daha sürətlə döyünməyə başlamışdı. Bu B. Niyə? Çünki birincisində ürəyim sürətlə döyünürdü, bitdi, qutardı. Mən tullanan momentdə ürəyim sürətli döyünmürdü. O anlama gəlir. Amma ikincisində həmin momentdə də tullanmağa hazırlaşırdım. Həmin momentdə də mənim ürəyim sürətlə döyünürdü, daha sürətli şəkildə. Üçüncüdə, I was taking photos from the glass bridge when, deyir ki, şüşə körpüdən deyir, şəkillər çəkirdim ki, when I heard, bax, A variantı olacaq. Çünki I was hearing, birincisi hear feili davamcıya düşmür, ona görə də vəbşətə bu ümumiyyətcə olmayacaq. Ayağımın altında qəribə bir səs eşitdim, yəqin şüşə çatlayıb da uşaqlar, yəqin onu demək istəyir. Dördüncüdə, I was very happy as I had realized. Deyir ki, mən çox xoşbəxt idim çünki özümün ən böyük arzumu gerçəkləşdirmişdim. I had been realizing olmaz. Niyə? Çünki yəni realize feili elədi ki, yəni artıq gerçəkləşdirdim də onun davamcıya. Yəni məna olaraq, məntiq olaraq düşmür. Sonra altıncıda deyir ki, listen to the travel story of an Indian traveler Jiten Bansal and decide if the statements are true or false. Deyir ki, Hind səyahətçisi Jiten Bansalın səyahət hekayəsini dinləyin və cümlələrin doğru və yaxud da yanlış olduğunu qərar verin. Gəlin cümlələri oxuyaq. He visited Paro's tiger nest 3 years ago. O, Paro'nun pələng yuvasını 3 il əvvəl ziyarət eləmişdi. He got some information about treks from travel blogs. Deyir ki, o travel bloglarından treklər haqqında informasiya əldə etmişdi. Uşaqlar, trek sözünü düzü bilmirəm. Gəlin bir yerdə baxaq görək nədir. Deməli, uşaqlar, Google Translate trek sözünün tərcüməsini vermədi. Baxaq. Trek meaning. Görək nədir? A long arduous journey, especially when made on foot. Aha. Ayaqla olunan çətin bir səyahət, uzun və çətin bir səyahət. Ayaqla olunan. Deməli, mənasını bildik uşaqlar. İndi gəlirik bura. Deyir ki, mən deyir, travel, səyahət blogerlərindən treklər, bu uzun və çətin informasiya əldə etmişdim. The trek was 19 kilometers long. Trek, elə mən də trekə trek deyəcəm. Uşaqlar artıq bildik nədir? Uzun və çətin bir səyahət, ayaqla olunan, piyada olunan səyahət. Həmin deyir, səyahət 19 kilometr uzunluqdaydı. He was traveling alone. O, tək səyahət eləyirdi. He helped the old lady to climb towards the monastery. O deyir, qoca bir qadına kömək elədi ki, monastıra dırmaşsın. He took a lot of beautiful photos inside the monastery. O, monastırın içində çoxlu qəşəng şəkillər çəkdi. İndi isə gəlin gedək həmin bu 5-ci treki tapaq, qulaq asaq və bu cümlələrin doğru və yaxud da yanlış olduğuna qərar verək uşaqlar. Gəlin bir yerdə gedək. Bhutan trip is incomplete. This was the line I had heard from my friends in Track 5. If you don't hike up to Paris Tiger Nest, your Bhutan trip is incomplete. This was the line I had heard from my... Aha. Deyir ki, deyir, əgər sən bu Tiger Nestinin pələng yuvasını
getməmisənsə, səyahət etməmisənsə, sənin deyir səyahətin, oradakı səyahətin yarımçıq hesab olunur. Friends and relatives who visited Bhutan 3 years ago. So, Deyir bu mənim deyir qohumlarımdan eşitdim. Hansı ki 3 il əvvəl Bhutana getmişdilər. Onlardan eşitdiyim bir söz idi. I decided to visit Paru's tiger nest when I was in Bhutan last year. The day before the trip, I slept. Dayan. Keçən həftə deyir, keçən il mən ora gedəndə mən də qərara gəldim ki, 3 il əvvəl bunda, yəni yox, bir dəqiqə. Track 5. If you don't hike up to Paris Tiger Nest, your Bhutan trip is incomplete. This was the line I had heard from my friends and relatives who visited Bhutan 3 years ago. So, I decided to visit Paru's Tiger Nest when I was in Bhutan last year. Keçən il deyir mən ora gedəndə, Bhutanda olanda bu qərara gəldim ki, həmin bu Parosun pələng yuvasını ziyarət edeyim. Demək birinci cümlə uşaqlar səhvdir. Niyə? Çünki orada deyir 3 il əvvəl, amma 3 il əvvəl deyil, keçən il gedib. Dostları və qohumları 3 il əvvəl deməli həmin orada olublar. Burada false. The day before the trip, I slept late. I had been sleeping Deyir ki, səyahətdən öncəki gecə mən gec yatdım. for 4 hours when the alarm clock went off. I woke up at Və deyir 4 saat idi ki, alarm zəngli saat çalanda mən 4 saat idi ki, yatmışdım. 6 a.m., had coffee, took a taxi to the base point. It is always Yuxudan durdum, deyir 6-da, taksi tutdum, nə bilim yuyundum. Ondan sonra important to start treks in the morning. I deyir ki, treklərə səhər başlamaq deyir yaxşıdır. had read in some travel blogs that it took almost 4 hours to go up and 2 hours to come down. Deyir ki, travel vloglardan da eşitmişdim ki, həmin treklər deməli 4 saat yuxarı qalxmaq üçün, 4 saat da aşağı düşmək üçün vaxt sərf olunur. İkincisi, o artıq əlavə əldə eləmişdi travel bloglardan məlumat. İkincisi düzdür uşaqlar. True. Trek distance was 9 kilometers. Trek distance, trekin məsafəsi 9 kilometrdir. Yəni 9 kilometr. Bu false-dır, 19 deyil. Okay. I reached the base camp at 8 a.m. I took Mən deyir ora 8-də çatdım. 6-dan 8-ə. the ticket from the ticket office. As Və mən deyir bilet satılan yerdən aldım. I was traveling solo, I met many people from Taiwan, America, Thailand, India, and from many countries. Və After 10 minutes of trekking, deyir ki, və mən orada deyir başqa ölkələr sayır ki, Tayvan, Indiya, Malayziya, nə bilim nə, həmin ölkələrdən deyir çoxlu insan, Amerika, onlardan insanlar gördüm. 5. If you don't hike up to Paris Tiger Nest, your Bhutan trip is incomplete. This was the line I had heard from my friends and relatives who visited Bhutan 3 years ago. So, I decided to visit Paru's Tiger Nest when I was in Bhutan last year. The day before the trip, I slept late. I had been sleeping for 4 hours when the alarm clock went off. I woke up at 6 a.m., had coffee, took a taxi to the base point. It is always important to start treks in the morning. I had read in some travel blogs that it took almost 4 hours to go up and 2 hours to come down. The trek Uşaqlar 4 saat qalxırlar, 2 saata isə düşürlər. distance was 9 kilometers. I reached the base camp at 8 a.m. I took the ticket from the ticket office. As I was traveling solo, I met many people from Taiwan, America, Deməli o tək səyahət eləyirdi. Bu da düzdür. Solo dedi orada. Thailand, India, and from many countries. After 10 minutes of trekking, I could see tiger's nest on the cliff. Və deyir 10 dəqiqəlik
Səyahətdən sonra artıq mən həmin o pələng yuvasını görməyə başlamışdım. One of the most interesting parts of my trip was seeing an old lady aged 86 climbing up to Aha, deyir səyahətimin ən maraqlı hissəsi o idi ki, həmin səyahətin mən 86 yaşında bir qoca qadının ora getdiyini gördüm. or the Tungsten Monastery with the help of a walking stick. That O da walking sticklə, yəni bu gəzmək üçün ağaclar olur, belə qoca əsalar. Deyir, onların köməkliyi ilə gəzirdi. was a huge inspiration for all, and people were motivated by her a lot. Aha, deyir o hamı üçün deməli bir motivasiya oldu. Çünki insanlar belə təəccüblənirdilər ki, yəni belə qoca qadın da gəzir. O da hamı üçün motivasiya oldu. After a long trek, we could see the beauty of the monastery. Deyir ki, long trek, uzun trekdən sonra biz artıq monastırın gözəlliyini gördük. There was a spot where people were taking photos. I took Və deyir orada bir yer var idi ki, insanlar orada şəkillər çəkirdilər. photos as well. They didn't let people take photos inside the monastery. Onlar deyir insanlara monastırın içində şəkil çəkməyə icazə vermədilər. The beauty of the place was breathtaking. Deyir ki, yerin gözəlliyi nəfəs kəsici idi. Uşaqlar, burada 5-də kömək eləmir. Çünki qadın özü qalxırmış. Hətta başqaları da ona baxıb belə motivasiya oldular ki, həvəsə gəldilər ki, qoca bir qadın əsalarla, belə çubuqlarla, köməkliyi ilə qalxmağa çalışır. Bu false. Və o deyir ki, çoxlu gözəl şəkillər çəkdi. Inside the monastery, inside deyil. Çünki monastırın içində icazə vermədilər. Bu da false-dır. Axırıncı da false-dır uşaqlar. Nəysə, böyüdə bilmədim. İndi isə deyir ki, mətni oxuyun. Bir də bunu bağlayım görüm. Bağlanırmı? Bunu da böyüdüm. Necə böyüdə bilərəm? Nəysə, böyüdə bilmədim. Mətni oxuyun və aşağıdakı boşluqları deyir, feili açaraq düzgün formada istifadə eləyin. Yesterday I realized one of my dreams. Deyir ki, dünən mən öz arzularımdan birini reallaşdırdım. I visited a glass bridge in China. Mən Çindəki şüşə I visited. Mən Çindəki şüşə körpüyə getdim. Aha, burada görürük nə yazılıb? For almost. I had been waiting. I had been waiting to realize this dream for almost 3 years. 3 il idi ki, deyir, öz arzumu reallaşdırmaq üçün gözləyirdim. I had been watching a lot of videos of people crossing glass bridges and always wanted to experience it myself. Burada əslində had watched ola bilər də. Çünki I had watched had always wanted qaydalı feildir. Deyir ki, insanların həmin şüşə körpüdən keçməkləri ilə bağlı çoxlu videolara baxmışdım və bunu özüm də təcrübədən keçirmək istəyirdim. At a point when I was walking on the bridge, I got really afraid. I was walking. Deyir ki, körpüdə gəzərkən bir yerdə mən çox qorxdum. A boy in front of me started screaming and holding firmly on the handrails.
Məndən öncə gedən oğlan başladı qışqırmağa və əl tutacaqlarından çox bərk tutmağa başladı. I thought the glass was cracking. Mən düşündüm ki, şüşə, the glass cracked. Şüşə çatlayıb. Burada had cracked yazacağım uşaqlar. Çünki elə bilib ki, şüşə çatlayıb. When I looked closely, I saw the special effects on the glass və deyir, yaxından baxanda mən xüsusi effektlər gördüm şüşənin üstündə. Probably the boy, ola bilsin ki, oğlan da saw the effects and got afraid. Ola bilsin ki, oğlan da həmin effektləri görüb və qorxub. Though I had seen, daha öncə görmüşdüm, deyir. Baxmayaraq ki, mən həmin effektləri videolarda daha öncə görmüşdüm. It was still scary. O hələ də qorxulu idi. Uşaqlar. Sonra deyir ki, write your answers to the questions. Öz cavablarınızı suallara yazın. When was the last time you realized one of your dreams? Axırıncı dəfə sən öz arzunu nə vaxt reallaşdırmısan? Was it interesting, boring, why? O maraqlı idi, sıxıcı idi. Nəyə görə? What preparations had you made to realize that dream? Həmin arzunu reallaşdırmaqdan ötürü hansı hazırlıqları görmürsən? Uşaqlar, bu barədə özünüz istəsəz kommentdə də yaza bilərsiniz. Və sonra, dinləmə ilə bağlı hissədir uşaqlar. Bunu digər videoda paylaşacağım. Okay? Deməli, bu günləri biz hansı səhifələri elədik? 35, 36 və 37. Oldu. Bəyənin, abunə olun, paylaşın. Sağ olun.